Sabahınız xeyir, biz oyanmışıq. Bugün havamız biraz soyuqdur, tutqun hava var. İndişkalar. Gerək bugün nələr eləyəcəyik, nələr çəkəcəm. Uşaqlar yatıb elə, mən, Eltim, qaynanam falan oyanmışıq. Ayaqqabılar nə günə qoyublar. Tapdaq eləyib uşaqları girib çıxmaqdan. Ama güzel. Hava mis gibidir, mis. Soyuq olsa da. Böyle. Gedim biraz. Buradan güllerimize bakın. Kaynanamın burada da gülleri var. Gülleri çok seviyorum. Ara ayak yoludur. Mətbəx, bir otaq, 2 otaq, bir otaqda çöldə var. Yəni oradan o yana var, Eltimin otağı. Böyük otaqlardır burada özdə. Burada eyvandır. Bu baş, eyvandır. Böyükdür, indi mən balaca çəkirəm qabaq kamera ilə. Bu gülünə bayılıram da, çox sevirəm, çox qəşəngdir. Bu da kaktusun bir növüdür. Bu da kaktusun bir növüdür. Bu da kaktusun bir növüdür. Bundan da xoşum gəlir. Özümə bundan əkəcəm. Daha sonra burada da güllərimiz var. Buna soska gülü deyirlər. Belə. Böyle her yer güldə. Buradan o tərəfdə yeni otaq var. 2 dənə. Belə. Bunlar da ki ilk gələndə göstərmişdim. Nə qədər xoşuma. Bu açacaq. Hələ ki açmayıb. Bunlar da. Bu da Kitayski rozadır. Dünən açmışdı. Tez açır, solur da bu. Ama ucu ağaçlaşır. Baxın. Belə olmağını heç sevməm. Və Kitayski roza tez ağaca çevrilir. Her renkte gülü var ya, her renkte. Uşaqlar əllərini istəyiyorsun. Belə. Ayca. Jilet gəl. Aylin jilet istəyir. Gedim ona jilet tapım. Kızım ışıkları koy söndürək. Həyətə çıxmaq olmaz bugün, hava soyuqdur. Giyin. Giyin tez olun. Peçimiz qəşəng yanır, bura istidir. Bu da kuxunanın pəncərəsi. Kuxunanın pəncərəsinə oturanda buralar yamyaşıl olurdu yayda. O qədər gözəl görsənir. Oturub orada yemək yeyib, çay içib baxmaq. İndişkalarımız. Ay, təbiət. Soyuqdur və tez örtürük. Dalaşırlar indişkalar, dalaşırlar. Böyle çay falan içək biraz. Sonra görüm neler çəkirəm. Niye geyinmədin? Geyin tez. Yoxdur, geyin. Bəbələri olduğunu demədən göstər. Uşaqlar qoz fındıq sındırır. Cilay. Ama hələ mənə də fındıq verin. 2-3 dənə fındıq verin mənə. Teşekkür edirəm Fidan xanım. Çox sağ olun. Fındıq rahatdır. Aylin çəkişinə bax. Aylin çəkişi göstər. Bir damcı. Ay mama, nə hallı yağ tökmüsən. Çoxdur. Böyle. Elə. Amma tava qazanım da yekədir. Burada da yemək pişir. Odun peçində. Odun peçində yemək pişir. Mən görə kələm sıyıq pişirəcəm. Hə, pişir. Kələm sıyıq. Sizə kələm sıyıq göstərəcəm necə pişir. Kələm sıyıq üçün soğan birinci qovrulur. Soğanı qovuracaq, ondan sonra hansı proseslər olacaq göstərəcəm. Dəniz gəldi. Gülay baldızımın qızıdır. Böyük baldızımın qızıdır Gülay. Hadi. Dayan gəlirəm.
Aha, de. Salam. Hündüşkalarla diyaloqa girir. Mən də yola gedirəm. Aha, nə indirik? Bıçaqla doğramırıq. Yok bıçaq dayandı lezzetli olmuş. Aha, Bu əsr keşmişin kələm suyudur. aha. İndi bıçaqla doğrayır o yeməli olur. Gəl sumkamdadır. Gülay, gəl burada sumkam buradadır qızım. Dayan qoy onu ver. Deməli, kələmlərimizi də əlavə elədik. Soğanı qovurduq, tomat atdıq. Sonra nə etdik? Tomat yox, tomatı atmaya da bilərsən. Əsas bana şərab tökülməlidir. Şarab tökülməlidir. Tökdün şarab? Hələ yox. Hələ yox. Düyü tökdün. Nə qədər düyü tökdün? Onun ölçü ilə olur. Nə bilim kim nə qədər bişirir. Ölçüsünə baxılır. Mən 3 stəkan tökmüşəm. Hə, biz yəni çox ailə olduğumuz üçün çox bişiririk. Tökə bilərsən 2 stəkan da, stəkan yarım da. Hə, 1 stəkan, 2 stəkan, stəkan yarım. Baxır o bişirdiyin yeməyin həcminə. Kələmlərimiz tutmuş, indi qaynasın. Bundandır, eləmə. Hə, o ondandır. Sizə sincab çəkməyə çalışıram. Bax. Hə, biraz yaxınımıza gəlsəydi, bayaq yaxındaydı. Vay, gedir. Hə. Özdə cəld qaçır. Gəlib qoz fındıq alıb gedir. Ozan da bilsən deyəndə saat 1-də geçsəm... Bunlar da oynayır orada. Nə oynuyorsunuz uşaqlar? Yusuf da gedir. Kələm sıyığımız bir şey. Alışdırmaya elə şərablı yeyək. Belə. Sonda belə olur. Sonu budur. Kələm suyumuzun sonu budur. Üstünə şərab tökmüşəm. Belə yeyilir. Bizə nuş olsun. Dadlıdır uşaqlar. Kələm suyuq. Yeyin, nuş olsun. Cəmaata bir para mənə güldürsən ki, gəlinə kələm sür. Olsun da, aş da pişirmirsən, çorba da pişirmirsən. Bu da dadlı yeməkdir. Mən heç yeməmişdim, bilmirdim. Xəstəliyində yerində yemək istəməyəndə böyle çox adammışam. Hə. Tamam, eləyərəm bundan sonra. Ye. Şərabla. Mənzərəmiz də bu. Şərab içində çox var. Hava ilə soyuqdur. Həyətə bugün düşə bilmirəm. Uşaqlar qapını çıxardı. Biz kələm sıyığımızı yedik axşama. İnşallah baldızım da gələcək. Aş pişirəcəyik qəşəng. Bilmirəm, çəkə bilərəm, çəkə bilmərəm. Belə. Çalışdığım qədər çəkəcəm. Təbiət lütfü qəribə görsənir. Bu eyvana çıxmamışam heç. Bu növbəti eyvandır. Bu evdə 2 eyvan var. Biri bu, biri də bayaq çəkdiyim. Burada da güllər var, baxın. Burada da. Belə güllər var, hamısı rəngbərəng balbalar. Belə, çox qəşəngdilər. Çox xoşum gəlir. Bu rəngi açığı, bütün rəngləri var. Belə, burada da odunlar var. Buradan peçə aparırlar, qoyub. Bu eyvanda belədir. Burada eltimin otağıdır. Burada da plikan var. Buradan da düşüb həyətə getmək olur. Belə güllər, çiçəklər dedim, bunları da çəkim. Bunları çəkməmişdim. Nə maraqlı görünüşü var. Bunun gülü belə olur, yarpağı da belə. Yəni bunlardan çox fərqlidir onun yarpağı. Bu qara balba deyirlər. Yarpağı çox fərqlidir. Çox xoşum gəlir. Bundan məndə yoxdur. Əkəcəm. Qəşəng açıb baxın. Buket deyilə bilər. Bu yarpaqları belədir. Yəni yumuşaq, amma bunda sərtdir, qalındır belə. Şeydir. Da belə də var. Qəşəng. Əsl soyuq belə yatmalı havadır. Peçin yanında uzanıb yatasan. Başqa heç nə. Gedim biraz. Görüm. Qonağımız var. Baldızım gəlib. Onlara belə hazırlıqlar görürük. Aş pişirmişdik. Sürətləndirilmiş rejimdə çəkdim. Bir də belə salatlar falan hazırlamışıq. Burada meyvəni hazırlayıq. Bir də uşaqların səsləri gəlir. Gedim görüm. Nə edirsiniz uşaqlar, çocuklar?
Güləş. Ne olub? Aylin niye soyumsan istedi? Peç yaman dəm diye. Qalapeş bizim üçün yanır da. Baxın. Onun qırağında adam ancaq otura. Gedim işlərimizi görək.